Bakının bəzi küçə və prospektlərində ilk dəfə olaraq ağıllı svetoforlar quraşdırılıb. Məqsəd nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaratmaqdır. Bunun üçün iki xarici ölkənin mütəxəssisləri birlikdə pilot layihəyə start verib. Axşamda əsas pik saatlarında heç mümkün deyil keçiləsin. Saat 4-dən sonra tıxac olur. Əvvəlcə paytaxtın Binəqədi rayonu Azadlıq prospekti ilə Cəfərxandan Məsud Davudoğlu küçələrinin kəsişməsində 115 nömrəli tam orta məktəbin qarşısında piyada svetoforu, həmçinin Cəfərxandan küçəsi ilə Əhməd Rəcəbli, Anar Şükürov, İbrahim Paşa Dadaşov, Şövkət Məmmədova və Əlişir Nəvai küçələrinin kəsişməsində quraşdırılan belə svetoforlar sınaq müddətində işə salınıb. Ağıllı svetoforlar yolun üzərində quraşdırılan sensor və kameralar, bəzən isə radarlar vasitəsilə nəqliyyatın sıxlığını ölçür. Bu məlumatlar mərkəzi idarəetmə sisteminə ötürülür və real vaxtda hərəkətin çox olduğu istiqamətlərdə yaşıl işığın müddətini artırır, az olduğu istiqamətlərdə isə azaldır. Ənənəvi svetofor sabit vaxtla işlədiyi halda ağıllı svetoforlar yolun vəziyyətinə uyğun olaraq daim tənzimlənir. Əsas ana yol buradır. Burada saniyədir, ona görə biz burada çox gözləyirik. Pik saniyələrdə versələr buranı çox yaxşı olar. Pik saatlarda nəqliyyat axını sürətlə artır. Ənənəvi svetoforlar bu artımı nəzərə almır. Nəticədə uzun növbələr yaranır. Adaptiv sistem isə avtomatik olaraq həmin istiqamətdə daha çox yaşıl işıq ayırır. Hansısa bir kəsişmədə, yəni söhbət quraşdırılan, işə salınan, qeyd olunan kəsişmələrdən gedir. Nəqliyyat sıxlığı yoxdursa, svetoforlar artıq yaşıl işığı yanır və hərəkət intensivliyi artır. Həmin kəsişmələrdə yol nəqliyyat hadisəsi baş verdikdə, texniki nasaz nəqliyyat vasitəsi yolda qaldıqda, yəni süni nəqliyyat sıxlığının yaranmasına səbəb olacaq hallar olduqda, svetofor artıq özü müəyyənləşdirəcək ki, hansı istiqamətdə yaşıl işığın versin və həmin o yaşıl işıq yandığı təqdirdə təbii ki, yol hərəkəti iştirakçıları nəqliyyat vasitələri yollarına davam edəcəklər. Xarici təcrübəyə əsasən ağıllı svetoforları quraşdırılan yerlərdə nəqliyyat sıxlığı təxminən 15-30% aralığında azalıb. Qeyd edək ki, pilot layihənin nəticəsindən asılı olaraq ağıllı svetoforların digər küçə və prospektlərdə də quraşdırılması nəzərdə tutulur. Günəş Rızayeva, Diana Cəlali, Zəhrə Bəhruz qızı, Space xəbər.